Deməli, belə bir ərazimiz var. Bunu AutoCAD-da açmaq istəyirik. Kamel-dir. Kamel-dir. Bunu AutoCAD-da açmaq üçün nə edirik? Kamel faylımız var. Gəlirik AutoCAD-ı açırıq. AutoCAD-da boş bir çertyojun içində tezəsini açın. Boş bir çertyojun içində map import deyirik. Daha doğrusu ilk öncə boş çertyoju açmamışdan öncə həmin çertyojun koordinat sistemini ayarlamalıyıq. Koordinat sistemini ayarlamaq üçün gəlirik Settings'də Drawing içində sağ klik edirik. Edit Drawing Settings deyirik. Burada No Datum, No Project'un hissəsində VGS 1984 UTM, VGS 84 datum seçirik. Burada da bu hissədə Azərbaycanın daxil olduğu 38-39-cu meridianlar var. Onları seçməliyik. Azərbaycan Qarabağ zonasındadırsa əgər layihəmiz 38 şimal seçirik. Bakıdadırsa 39 şimal seçirik. Başqa zonalarda da başqa cür necə deyərlər 38 cənub var, 39 cənub var. Onları seçirik. İndi bizdə məsəl üçün deyək ki, mən hal-hazırda layihəm Bakıdadır. Mən ona görə 39 North şimal seçəcəm. Ona görə 39 şimalı tapıram buradan. 39 North metr. Əgər layihəm Qarabağda olsaydı 38 North seçəcəkdim. Bakıda olduğuna görə 39 North seçirəm. UTM 84 39 N deyirəm. Apply. OK. Çertyojum koordinatındadır. İndi həmin o Kamel faylımızı çağırırıq. Kamel faylını çağırmaq üçün map import yazıram. Map import. Səhifəm açılır. Həmin Kamel faylımı tapıram. Ərazidir. OK. Burada artıq heç nə dəyişməyə ehtiyac yoxdur. Koordinat sisteminin özü avtomatik tanıyır. Çünki çertyojun koordinat sistemini ayarlamışıq. OK deyirik. Bir dənə də sağ 2 dənə klik edirik. Gəlir düşür bizə DVG şəklində çertyojumuz gəlir düşür bura. Yəni burada gördüyümüz koordinatlarda eyni şəkildə AutoCAD-da gəlir düşür. Koordinatını yoxlaya da bilərik. Upload edirik X, Y ilə. Koordinatı yerindədir.